Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün Dövlət Qulluğu test toplusundan söz birləşmələri, sadə cümlənin şəxsə görə növü, cümlə məqsəd və intonasiyaya görə növü və sintaktik əlaqələr bölməsinə aid olan testlərin izahını verəcəm. Bunun əvvəlki mövzuların da izahı, deməli, YouTube kanalımızda var, izləyə bilərsiniz. 197-ci testdən davam edək. Hansı feili birləşmədir? Feili birləşmənin əsas tərəfi feilin təsriflənməyən forması, feili sifət, məsdər və feili bağlama ilə ifadə olunmalıdır. Buna görə A variantını çıxardıraq, çünki burada əsas tərəf isimlə ifadə olunub. C variantında da isimlə ifadə olunub. E variantında işdən sonra. Bu qoşmalı sözdür. Burada ümumiyyətlə söz birləşməsi işlənməyib. Cavab ya B ya da D variantıdır. D variantını da çıxardıraq, çünki kömək etmək mürəkkəb feildir. Yəni bu bir dənə sözdür. Söz var sadə olar, söz var düzəltmə olar, söz var da ki, mürəkkəb olar. Bu bir dənə mürəkkəb sözdür. Söz birləşməsinin yaranması üçünsə bizə ən azı 2 dənə müstəqil söz lazımdır. Burada bir dənə söz olduğuna görə D variantını çıxardıraq. Cavabımız B variantıdır. Şəkil çəkən əsas tərəfi feilin təsriflənməyən forması olan feili sifətlə ifadə olunan feili birləşmədir. Hansı söz birləşməsində aslı tərəf hərəkətin zamanını bildirir? Cavabımız A variantıdır. Səhər qayıdarkən. Nə zaman? Səhər qayıdarkən feili birləşmədir və aslı tərəfdə hərəkətin zamanını bildirir. Hansılar ismi birləşmədir? Deməli, oxuyan bülbül birinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. Yoldan qayıtmaq əsas tərəfə məsdərlə ifadə olunub, məsdər tərkibidir, yəni feili birləşmədir. Soyuqdan donan əsas tərəf feili sifətlə ifadə olunduğuna görə feili sifət tərkibidir. İnşa yazan şagird. Bu da birinci növ təyini söz birləşməsidir. Burada feili sifət var, amma əsas tərəfdə deyil. Məsələn, əsas tərəf isimlə ifadə olunub, deməli bu ismi birləşmədir. Cümlə belə olsaydı ki, daha doğrusu birləşmə belə olsaydı, bunu yazan. Bəli, bu feili birləşmə olacaqdı. Çünki əsas tərəf feili sifətlə ifadə olunub. Yaşamaq arzusu. Bu da ikinci növ təyini söz birləşməsidir, ismi birləşmədir. Burada da yaşamaq məsdər aslı tərəfdədir. Əsas tərəf isimlə ifadə olunduğuna görə biz bunu da ismi birləşməyə götürəcəyik. Cavabımız 1, 4 və 5. Mürəkkəb söz birləşməsinin işləndiyi cümləni müəyyən edin. Mürəkkəb söz birləşməsi deyirsə, deməli burada ən azı 3 dənə əsas nitq hissəsi olmalıdır. Bu çox güman ki, 3-cü növ təyini söz birləşməsi olacaq. Məsələn, 2-ci növ təyini söz birləşməsinin arasına biz söz daxil edə bilmirik. Və yaxud da feili sifət tərkibi ola bilər, məsdər tərkibi ola bilər. İnsanın biliyi onun bəzəyidir. Burada 2 dənə söz birləşməsi işlənib. Bir insanın biliyi, bir də onun bəzəyi. Amma bu sadə söz birləşməsidir. Çünki 2 dənə əsas nitq hissəsi varsa, deməli bu sadə söz birləşməsidir. 3 və daha artıq əsas nitq hissəsi varsa, bu artıq mürəkkəb söz birləşməsi olacaq. B-də deyir ki, çalınan sazın ahəngdar səsi ətrafı bürümüşdür. Cavabımız B variantıdır. Burada sazın ahəngdar səsi 3-cü növ təyini söz birləşməsidir və 3 dənə əsas nitq hissəsi var burada. Sabirin satiraları böyük təsirə malikdir. Söz birləşməsi işlənib, amma sadə söz birləşməsi, çünki 2 dənə əsas nitq hissəsi var. Bizim üçün birlik və bütövlük daha vacibdir. Bu cümlədə ümumiyyətlə söz birləşməsi yoxdur. Xalqımız zəngin tarixə malikdir. Burada da birinci növ təyini söz birləşməsi var. Sintaktik təhliz zamanı parçalanır və sadə söz birləşməsidir. Uzlaşma əlaqəsinin işləndiyi cümlələri müəyyən edin. Uzlaşma əlaqəsi cümlə üzvlərindən mübtəda və xəbər arasında olur. Daha sonra 3-cü və 2-ci növ təyini söz birləşməsi arasında da işlənə bilər. Əgər bir cümlədə mübtəda və xəbər varsa, deməli burada uzlaşma əlaqəsi var və yaxud da 3-cü ya da 2-ci növ təyini söz birləşməsi. Deməli, bir qara daş kimi soyuğam indi. Qızların baxışı ruhumu danlar. Burada qızların baxışı 3-cü növ təyini söz birləşməsi, deməli bir dənə uzlaşma əlaqəsi var. Və mübtəda və xəbər var cümlədə. Qızların baxışı ruhumu danlar. Nə edər danlar? Nə? Qızların baxışı. Mübtəda xəbər arasında da uzlaşma əlaqəsi olur. Ona görə birinci cümləni seçirik. 2-də deyir ki, hər yay bu rayona istirahətə gəlirəm. Nə edirəm? Gəlirəm.
Kim gəlir? Mən gəlirəm. Cümlənin mübtədası buraxılıb. Əgər mən cümlədə olsaydı, məsələn, mən hər yay bu rayona istirahətə gəlirəm, onda burada bir uzlaşma əlaqəsi olacaqdı. Çünki mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var. Amma bu cümlənin mübtədası buraxılıb. Və cümlədə ikinci ya da üçüncü növ təyinli söz birləşməsi də yoxdur ki, onlardan birini seçək. Cümlə üzvləri arasında olmasa söz birləşmələri arasında ola bilər uzlaşma əlaqəsi, amma burada söz birləşməsi də işlənməyib. Şəhərin kənarında olan böyük bir bağçada ağaclar çiçək açmışdır. Nə etmişdi? Deməli, cümlədə mübtəda və xəbər var. Bunu silək. Mübtəda və xəbər varsa, onda bu cümlədə uzlaşma əlaqəsi var. Onda biz üçü də seçirik. Doğdu gül üzlü, həm də ismi birləşmə var. Doğdu gül üzlü səhər, işıqlandı üfüqlər. Yenə burada da mübtəda və xəbər işləndiyinə görə bu cümlədə də bir dənə uzlaşma əlaqəsi olacaq. İşıqlandı üfüqlər. Əslində inversiya var. Cümlə belədir. Üfüqlər işıqlandı. Nə etdi? İşıqlandı. Nə? Üfüqlər. Uzlaşma əlaqəsi burada da işlənib. Cibindən dəsmalını çıxartdı. Eynəyini götürüb gözlərini sildi. Bu cümlədə ikinci, üçüncü növ təyinli söz birləşməsi işlənməyib. Xəbər var, amma mübtəda buraxılıb, mübtəda yoxdur. Ona görə burada uzlaşma əlaqəsi olmayacaq. Cavabımız 1, 3 və 4. Hansı cümlələrdə tabesizlik əlaqəsində olan sözlər işlənmişdir? Sintaktik əlaqə iki yerə bölünür. Tabelik və tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi deyirsə, bu ya həmcins üzvlər arasında olacaq, ya da tabesiz mürəkkəb cümlə arasında olacaq. Burada sözlər arasında deyilsə, deməli həmcins üzvlər arasında işlənib. Bir də deyir ki, havada kəskin şaxta olmasa da soyuq külək var idi. Bu cümlə tabeli mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlə olsaydı, cümlələr arasında tabesizlik əlaqəsi olardı. Çünki tabesizlik əlaqəsi ya həmcins üzvlər arasında işlənir, ya da tabesiz mürəkkəb cümlə arasında. Amma bu cümlə tabeli mürəkkəb cümlədir. Cümlədə sa da varsa, heç o cümləni təhlil eləməyə ehtiyac yoxdur. O cümlə tabeli mürəkkəb cümlə olacaq. Və həmcins üzvlər də yoxdur. Ona görə biri çıxartdıq. 2-də deyir ki, içəri uca boylu, enli kürəkli, burma bığlı bir adam daxil oldu. Nə etdi? Daxil oldu. Kim? Adam. Necə adam? Burma bığlı adam. Necə adam? Enli kürəkli adam. Necə adam? Uca boylu adam. Cümlədə həmcins təyinlər işlənib. Deməli, bu cümlədə tabesizlik əlaqəsindən istifadə olunub. Tabesizlik əlaqəsi həmcins üzvlər arasında olur. Külək əssə də, baxın, bu saysa varsa, heç bu cümləni axıra qədər təhlil eləməyə ehtiyac yoxdur. Deməli, bu cümlə tabeli mürəkkəb cümlədir. Külək əssə də, istidən nəfəs almaq çətin idi. Tabeli mürəkkəb cümlədir. Burada tabesizlik əlaqəsindən istifadə olunmayıb. Yoxsulluq, ehtiyac və zülm onun nəsibi olmuşdur. Onun nəsibi olmuşdur. Nə? Yoxsulluq. Nə? Ehtiyac. Nə? Zülm. Cümlədə həmcins mübtədalar var. Deməli, burada tabesizlik əlaqəsindən istifadə olunub. Namərdlər yaralı atın yalmanını və quyruğunu qırxdılar. Nə etdilər? Qırxdılar. Nəyi? Yalmanını. Nəyi? Quyruğunu. Həmcins tamamlıqlar var cümlədə. Burada da tabesizlik əlaqəsi var. Onda cavabımız 2, 4 və 5. Müəyyən şəxsli, yalnız baş üzvlərdən ibarət olan cümləni müəyyən edin. Təzə paltarı Şərqiyəyə çox yaraşırdı. Nə edirdi? Yaraşırdı. Nə yaraşırdı? Paltarı. Nə qədər yaraşırdı? Çox. Kimə? Şərqiyəyə. Hansı paltarı? Təzə paltarı. Bu cümlə müəyyən şəxsi cümlədir. Çünki cümlənin mübtədası da var, xəbəri də var. Amma ki, yalnız baş üzvlərdən ibarətdir. Burada təyin var, tamamlıq var, zərflik var. Hava get-gedə soyuyurdu. Nə edirdi? Soyuyurdu. Nə soyuyurdu? Hava soyuyurdu. Yenə cümlədə mübtəda və xəbər var. Müəyyən şəxsi cümlədə. Amma cümlədə zərflikdən də istifadə olunduğuna görə B variantında seçə bilmərik. Sərnişin qatarının maşinist heyətinin əsas məqsədi, bura qədər olan söz birləşməsidir. Əslində çoxlu söz var. Yəni diqqətli olmasaq elə bilərik burada bir neçə cümlə üzvü işlənib. Amma bu mübtədadır. Cümlənin mübtədasıdır və söz birləşməsi ilə ifadə olunub. Baxın, sərnişin qatarı bura qədər deməli sərnişin qatarı ikinci növdür. Qatarının maşinist heyəti üçüncü növdür. Hamısı da bir-birinə bağlıdır, ayıra bilmərik. Heyətinin məqsədi, yəni yəlik məsuliyyət yəlik elədir ki,
Yəli hallı sözü tək başına cümlə üzvü götürə bilməz. Səbəb bu qeyri-müəyyən yəli hallıdır. Biz bunu tək başına cümlə üzvü götürə bilmirik. Mənsubiyyəti ilə. Buradakı mənsubiyyətdir. Mənsubiyyətdən sonra təzədən yəlik var. Yəlik də özündən sonra gələn mənsubiyyətlə bir yerdə təhlil olunur və bunlar söz birləşməsi yaradır. Məqsədi insanların təhlükəsizliyinin qorunması idi. Cümləni təhlil eləyək. İnsanların təhlükəsizliyinin qorunması idi. Nə? Sərnişin qatarının, maşinist heyətinin əsas məqsədi. Cümlə mübtəda və xəbərdən ibarətdir. Müəyyən şəxsi cümlədir və ikinci dərəcəli üzvlərdən istifadə olunmayıb. B variantıdır. Rayon müəllimlərinin həyatı xeyli yaxşılaşdırılmalıdır. Baxın, burada xeyli zərfi işlənib. Deyilənlərə görə bu hadisələrdən hal şəkilçili söz var, deməli bu cümlədə tamamlıq var. O çox böyük nəticə çıxarıb. Təyin var, zərflik var. E variantı da olmaz. Qonşunun haqqı axirət haqqıdır cümləsi ilə bağlı cavablardan biri səhvdir. Birinci cümləni təhlil eləyək. Deməli, haqqıdır, nə haqqıdır? Axirət haqqı, nə? Qonşunun haqqı və yaxud da haqqı, kimin haqqı, qonşunun haqqı. Biz bu cümləni belə təhlil edə bilmərik. Yəli hallı sözlər, deməli, sintaktikada çox diqqətli olun. Bunlar tək başına cümlə üzvü olmur. Olur, çox az hallarda olur. Yəli hallı söz istər müəyyən, istər qeyri-müəyyən, fərqi yoxdur. Yəli hallı söz özündən sonra gələn mənsubiyyə şəkilçili sözlə bir yerdə söz birləşməsi yaradır, ismi birləşmə yaradır və bunlar bir təhlil olunur, parçalanmır. Baxın, burada qonşunun yəlikdir və özündən sonra mənsubiyyət gətirir. Bu yaradıb söz birləşməsi. Biz bunu ayrı-ayrı təhlil edə bilmərik. Bir götürürük. Axirət haqqı, bu da qeyri-müəyyən yəli haldadır. Özündən sonra mənsubiyyət şəkilçili söz gətirib və söz birləşməsi yaradıb, ismi birləşmə. Bunu da bir təhlil edirik. Yəni, siz sintaktikada yəli hallı söz gördünüzsə, cümlədə axtarın, mənsubiyyətini tapın, mənsubiyyətlə bir yerdə cümlə üzvü götürün onu. Mübtədası təyini söz birləşməsi ilə ifadə olunub. Düzdür. İsmi birləşmə ilə ifadə olunub, üçüncü növ təyini söz birləşməsidir. Sadə cümlədir. Bəli, müəyyən şəxsli sadə cümlədir. İsmi xəbərlidir, bu da düzdür. Axirət haqqıdır. Ümumiyyətlə, xəbər iki cür olur. İsmi və feili xəbər. Feili xəbər sırf feilin şəkilləridir. Yəni, biz feilin şəkillərini biliriksə, deməli, biz feili xəbəri də bilirik. Çünki feili xəbərin cəmi bir dənə ifadə vasitəsi var, o da feilin şəkilləri. Və feilin şəkillərdə cəmi bir dənə cümlə üzvü ola bilər, o da feili xəbər. Məsələn, məsdər də feildir, feili sifət də feildir, amma bunlar feili xəbər deyil. Feili xəbər dedikdə biz ancaq feilin şəkillərini götürməliyik. Əgər ismi xəbəri tanımırıqsa, ən azından feili xəbəri tanısaq, yenə də sualın cavabını tapa bilərik. Məsələn, baxıram ki, bu cümlədə feilin şəkilləri deməli yoxdur. Onda bu ismi xəbərdir. Feilin şəkli olsaydı feili xəbər götürəcəkdim. İkinci dərəcəli cümlə üzvü iştirak edib. Yoxdur. Cavabımız D variantıdır. Çünki burada mübtəda və xəbər var, başqa bir cümlə üzvü yoxdur. Xəbəri təyini söz birləşməsi ilə ifadə olunub, düzdür. İkinci növ təyini söz birləşməsi ilə ifadə olunub. Biri mübtədası buraxılmış müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlələr iki hissəyə ayrılır. Bir var mübtədası olan müəyyən şəxsi cümlələr. Bir də var ki, mübtədası buraxılan müəyyən şəxsi cümlələr. Məsələn, mən sabah sizə gələcəm. Bu müəyyən şəxsi cümlədir, cümlənin mübtədası var. Bir də deyirəm ki, sabah sizə gələcəm. Mübtəda buraxılıb, amma biz onu intonasiya ilə cümləyə gətirə bilərik. Cavabımız A variantıdır. Səhər yola düşərik. Yola düşərik. Kim yola düşər? Biz yola düşərik. Mübtəda buraxılıb, baxıram xəbərə. Xəbər neçənci şəxsədirsə, həmin şəxsin də əvəzini cümləyə mübtəda şəklində gətirirəm. Çünki xəbərlə mübtəda şəxsə və kəmiyyətə görə uzlaşmalıdır. Yəni, xəbər neçənci şəxsədirsə, mübtədada həmin şəxsdə olmalıdır. Bu cümlənin xəbəri birinci şəxsin cəmindədir. Onda bu cümlənin mübtədası birinci şəxsin cəmində olacaq. Biz əvəzlidir. B-də deyir ki, bu məsələ haqqında özü yaxşı-yaxşı düşünməlidir. Nə etməlidir? Düşünməlidir. Necə düşünməlidir? Yaxşı-yaxşı düşünməlidir. Kim düşünməlidir? Özü düşünməlidir. Cümlənin mübtədası var. Müəyyən şəxsi cümlədir, amma mübtədası buraxılmayıb. Qorxan gözə çöp düşər. Nə edər? Düşər. Nə düşər? Çöp düşər. Yenə cümlənin mübtədası var. Qurddan qorxan meşəyə getməz. Nə etməz? Getməz. Haraya? Meşəyə. Kim getməz? Qurddan qorxan var cümlənin mübtədası. Sizi soruşan mən idim. Mən idim. Kim? Sizi soruşan. Bu cümlənin də mübtədası var. Hər bir müəyyən şəxsi cümlədə bir dənə A variantında mübtəda buraxılıb. Qeyri-müəyyən şəxsi cümlələri müəyyən edin. Qeyri-müəyyən şəxsi cümlələrin bir neçə qaydası var. Məsələn, birinci, qeyri-müəyyən şəxsi cümlələr ancaq feili xəbərli olmalıdır. Və bu cümlənin xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Başqa şəxslərdə ola bilməz.
Məsələn, ümumi şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində ola bilər, ikinci şəxsin təkində ola bilər, amma söhbət qeyri-müəyyən şəxsi cümlədən gedirsə, elə biz birinci cümlənin xəbərlərinə baxmalıyıq ki, hansı cümlənin xəbəri feil xəbərlidir və üçüncü şəxsin cəmindədir. Baxın, məqbərəni 1984-cü ildə təmir etdilər. Baxıram ki, xəbər feili xəbərdir, çünki feilin şəklidir və üçüncü şəxsin cəmindədir. Birinci qayda budur. Xəbər üçüncü şəxsin cəmində olmalıdır. İkinci, mübtədası yoxdur. Çünki mübtədası olan bütün cümlələr müəyyən şəxsi cümlədir. Yoxdur mübtəda, amma ki biz onu intonasiya ilə daha doğrusu cümləyə gətirə bilirik, təsəvvür eləyə bilirik, bərpa eləyə bilirik. Məqbərəni 1984-cü ildə təmir etmişlər. Kim təmir etmişlər? Onlar. Mübtəda buraxılıb, amma intonasiya ilə gətirdim. Və intonasiya ilə də biz ancaq bu onlar əvəzini cümləyə gətirə bilərik. Çünki bu cümlənin qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Və mübtəda ilə də xəbər şəxsə görə uzlaşmalıdır, cəmiyyətə görə uzlaşmalıdır. Ona görə üçüncü şəxsin cəminin də əvəzliyini cümləyə mübtəda şəklində gətirməliyik. Sanki dünyanın yükü onun çiyinlərindədir. İkinci cümləni çıxıram, çünki bu cümlə ismi xəbərli cümlədir və qeyri-müəyyən şəxsi cümlə ancaq feili xəbərli olacaq. Müsabiqəyə 278 əsər göndərildi. 3-ü də çıxıram, çünki bu göndərilir. Çünki bu cümlənin xəbəri üçüncü şəxsin təkindədir, amma qeyri-müəyyən şəxsi cümlələrin xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Şair haqqında maraqlı xatirələr söylədilər. Bu cümləni saxlayıram, çünki xəbər feili xəbərlidir və üçüncü şəxsin cəmindədir. Mübtəda yoxdur, intonasiya ilə gətirəcəm mübtədanı və onlar əvəzini gətirirəm. Onlar şair haqqında maraqlı xatirələr söylədilər. Bu da olacaq qeyri-müəyyən şəxsi cümlə. Keçənə güzəşt deyərlər. Bu cümlənin də xəbəri üçüncü şəxsin cəmindədir və bu cümlənin də mübtədası yoxdur. Bu baxımdan qeyri-müəyyən şəxsi cümlələr ümumi şəxsi cümlələrə oxşur. Ümumi şəxsi cümlənin də xəbəri üçüncü şəxsin cəmində ola bilər və onun da mübtədası olmur. Fərq mənasındadır. Əgər bu xəbəri üçüncü şəxsin cəmində olan, mübtədası olmayan cümlə atalar sözüdürsə, məsəl, məsləhətdirsə, deməli bu ümumi şəxsi cümlədir. Çünki bu ümumi olur, hamıya aid olur. Burada da keçənə güzəşt deyirlər, deməli bu ümumi şəxsi cümlədir, bu qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Həm sual əvəzi, həm də sual ədatı işlənmiş sual cümlələrini müəyyən edin. Baxaq. Sənə demədimmi, ya da inanma. Nə üçün düşünmədin, vəfası yoxdur. Burada sual ədatı var mı? Bəs, məgər, yəni, mı? Bunlar sual ədatı. Bir də sual əvəzi var, biri götürdük. Söylə, sənə belə nə oldu, yar? Burada sual əvəzi var, amma sual ədatı yoxdur. Namərd nədir? Sual ədatı. Özün öyə, meydanda mərd igid söyə. Sual, deməli, əvəzliyi var, nədir? Amma sual ədatı yoxdur. Bəs sən niyə bunları vaxtında demədin? Bəs sual ədatı, niyə də sual əvəzidir. Cümlədə sual cümləsidir. 1, 4. A variantı. O hansı quşdur ki, pəri yeddidir. Burada sual əvəzliyi var, amma sual ədatı işlənməyib. Bu iki bağlayıcıdır. Deməli, həm sual əvəzliyi, həm də sual ədatı işlənmiş cümlələri müəyyən edin. Yəni, səndəmi, Kərəmi tanımırsan? Sual cümləsidir, cümlənin sonunda sual işarəsi var. Yəni, deməli, sual ədatıdır, mı sual ədatıdır, amma cümlədə sual əvəzliyi yoxdur. Rəsula demədinizmi? Sual ədatı var. Niyə təkcə onu gözləyirik? Həm də sual əvəzliyi var. 2-ni götürdük. Bəs uşaqları nə vaxt gətirəcəksən, oğul? Bəs sual ədatıdır, nə vaxtda sual əvəzliyidir. 3-ü də götürdük. O taydakı doğma ocaq yerlərini və yad geyimləri gördünmü? Sual ədatı var, amma sual əvəzliyi yoxdur. Zalım ovçu, niyə qanad suladın? Burada sual əvəzliyi var, amma sual ədatı yoxdur. Cavabımız 2, 3. Uyğunluğu müəyyən edin. Deməli, küsənin payını yeyərlər. Bu cümlənin xəbəri üçüncü şəxsin cəmindədir. Cümlənin mübtədası yoxdur. Bu ya ümumi şəxsi cümlə olacaq, ya da qeyri-müəyyən şəxsi cümlə olacaq. Baxırıq ki, cümlədə fikir ümumidir. Hamıya aiddir, həm də ümumi şəxsi cümlələrin xəbəri üçüncü şəxsin cəmində olanda həmin cümlənin xəbəri qeyri-qəti gələcək zamanda olmalıdır. Burada da qeyri-qəti gələcək zamandadır. Deməli, bu ümumi şəxsi cümlədir. A-nı yazırıq 2-yə. Gəldim dayı. Mən gəldim. Mübtədası buraxılmış müəyyən şəxsi cümlədir. İndi belə şeylərə əhəmiyyət verilmir. Bu nədir? Deməli, biz bunu indi belə şeylərə əhəmiyyət verilmir. Biz bu cümləni
Qeyri-müəyyən şəxsi cümlə düşünə bilmərik. Çünki qeyri-müəyyən şəxsi cümlənin xəbəri həmişə üçüncü şəxsin zəminində olur. Ümumi şəxsi cümlə də düşünə bilmərik. Ümumi şəxsi cümlənin xəbəri ya üçün zəmində olur, ya da ikinin təkində olur. Adlıq cümlə də düşünmək olmaz, çünki adlıq cümlədə xəbərli şəkilçisi olmur. Geriyə qalır bir müəyyən şəxsi cümlə, mübtədası buraxılmış müəyyən şəxsi cümlə. Bir də şəxsi cümlə. Şəxsi cümlənin xəbəri həmişə üçüncü şəxsin təkində olur. Deyir ki, indi belə şeylərə əhəmiyyət verilmir. Əhəmiyyət verilmir. Nəyə? Belə şeylərə. Bu şəxsi cümlədir. Şəxsi cümlənin mübtədası olmur. Düzdür, bu qeyri-müəyyəndə də belədir, ümumidə də belədir, mübtədası buraxılmış müəyyən şəxsi cümlələrdə də belədir. Fərq odur ki, mübtədanı təsəvvür eləmək, bərpa eləmək də mümkün deyil. Məsələn, əgər bir cümlənin xəbəri üçüncü şəxsin təkindədirsə və həmin cümlənin mübtədası yoxdursa, bu ya mübtədası buraxılmış müəyyən şəxsi cümlədir, ya da şəxsi cümlədir. Biz onu qeyri-müəyyən şəxsli, ümumi şəxsli düşünə bilmərik, çünki onların xəbəri üçüncü şəxsin təkində olmur. Məsələn, sabah sizə gələcək. Bu cümlənin mübtədası yoxdur. Xəbər də üçüncü şəxsin təkindədir. Ümumi şəxsli deyil, qeyri-müəyyən deyil, ya şəxsizdir, ya da ki müəyyəndir. Sabah sizə gələcək. O sabah sizə gələcək. Mübtəda yoxdur, amma intonasiya ilə bərpa elədim. Burada da xəbər üçüncü şəxsin cəmindədir və mübtəda yoxdur. Amma intonasiya ilə də bərpa eləmək, təsəvvür eləmək olmur. İndi belə şeylərə əhəmiyyət verilmir. Nəyə əhəmiyyət verilmir belə şeylərə? Nəyə sualın veririk? Bu da tamamlığın sualıdır. C variantındakı cümlə şəxsi cümlədir. Əmri bir anda yerinə yetirdilər. Baxıram, xəbər üçüncü şəxsin cəmindədir. Mübtədası yoxdur. Bu hansının qaydasıdır? Deməli, qeyri-müəyyən şəxsi cümlənin qaydasıdır. Deməli, 2-yə yazırıq. D. Bunu biz ümumi şəxsi cümlə düşünə bilmərik. Çünki ümumi şəxsi cümlədə fikir ümumi olur, hamıya aid olur. Müdriklik söhbətindən bilindi. Bilindi, nə bilindi? Müdrikliyi bilindi. Cümlənin mübtədası da var, xəbər də var. Bu da müəyyən şəxsi cümlədir. Deməli, 1-ə B, E, 2-yə deməli, 2-yə A, D qarışdırdım, bir dəqiqə. Küsənin payını yeyərlər. 3-ə A gedir. Gəldim dayı. 1-ə B. İndi belə şeylərə əhəmiyyət verilmir. Şəxsi cümlə yoxdur. Bir anda əmri yerinə yetirdilər. Bu oldu qeyri-müəyyən şəxsi cümlə. Müdrikliyi söhbətindən bilindi. Bu da müəyyən şəxsi cümlə. 1-ə B, E, 2-yə D, 3-ə A. Cavabımız B variantı. Nümunələri sadə cümlənin növlərinə görə uyğunlaşdırın. Hələ tezdir. Baxıram ki, xəbər üçüncü şəxsin təkindədir. Deməli, mən fikirləşə bilərəm ki, bu ya olacaq mübtədası buraxılmış müəyyən şəxsi cümlə, ya da şəxsi cümlə. Qeyri-müəyyən, ümumi şəxsi ola bilməz. Çünki onların xəbəri üçüncü şəxsin təkində olmur. Mübtəda yoxdur. Təsəvvür eləyə bilmirəm, bərpa eləyə bilmirəm. Deməli, bu şəxsi cümlədir. 3-ə A gedir. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Xəbər ikinci şəxsin təkindədir. Mübtəda yoxdur. Fikir ümumidir, hamıya aiddir. Bu da ümumi şəxsi cümlənin qaydasıdır. 2-yə B gedəcək. Bizə xəbər göndəriblər. Xəbər üçüncü şəxsin cəmindədir. Mübtəda yoxdur, amma intonasiya ilə bərpa eləyə bilirəm. Onlar bizə xəbər göndərəcək. Bu da qeyri-müəyyən şəxsi cümlənin qaydasıdır. Dediklərin yanlışdır. Yanlışdır. Nə yanlışdır? Dediklərin yanlışdır. Bu müəyyən şəxsi cümlədir. Bu müəyyən şəxsi cümlə burada verilməyib. Tapşırıqlara vaxtında əməl edilməlidir. Xəbər üçüncü şəxsin təkindədir. Bu ya şəxsi cümlədir, ya da mübtədası buraxılmış müəyyən şəxsi cümlədir. İkisindən biridir. Nəyə əməl edildi? Tapşırıqlara. Mübtəda yoxdur. Təsəvvür eləyə bilmirik. Sualını verə bilmirik. Cümlədə sual verirəm. Nəyə sualını verirəm? Bu da tamamlığın sualıdır. Deməli, bu şəxsi cümlədir. 1C, 2B, 3A, E. Uyğunluğu müəyyən edin. Yenə şaxta, buz, yenə qar. Bu adlıq cümlədir. 2A. Əlbəttə, bəli. Üzr istəyirəm, deməli söz cümlədir. Şaxta, buz, yenə qar. Bu söz cümlədir. Əlbəttə, bəli. Adlıq cümlədir. Cavan olanda bəyəm sözə baxmazlar. Xəbər üçüncü şəxsin cəmindədir və qeyri-qəti gələcək zamandadır. Buna diqqət edin. Ümumi şəxsi cümlənin xəbər üçüncü şəxsin cəmində olanda həmin xəbər qeyri-qəti gələcək zamanda olur. Mübtəda yoxdur. Fikir ümumidir, hamıya aiddir. Bu olacaq ümumi şəxsi cümlə. Balaca bir daxma, əyri dirəklər. Deməli, bu adlıq cümlədir. Dəqiqə qarışdırdım. Şaxta, buz, yenə qar. Bu adlıq cümlədir. Əlbəttə, bəli.
söz cümlədir. Cavan olanda bəyəm sözə baxmazlar, ümumi şəxsi cümlədir. Balaca bir daxma əyri dirəklə, yenə adlıq cümlədir. Gərək böyüyün hörmətini saxlayasan. Xəbər ikinci şəxsin təkində, cümlənin mübtədası yoxdur, fikir ümumidir və hamıya aiddir. Bu olacaq ümumi şəxsi cümlə. 1-ə C-E, 2-yə R-C-E, 2-yə B, 3-ə A-D. Cavabımız E variantı.